ayının 5'idir. Bir gün başlıktan da belli olduğu kimin İran İslam Cumhuriyeti'nin, İran İslam rejiminin son dönemlerde 50 gün süren protestolar sürecinde tutukladığı protestoculardan bir neçəsinin edam hükmüyle hədələndiyi ve bu hükümlerin söz konusu olabileceği konusunda danışacağız. Bilirsiniz ki 50 gündür bu etirazlar devam ediyor çeşitli şehirlerde ve büyük şehir, küçük şehir heç fərq eləmir, üniversitelerde ve medreselerde. İndiyə qədər insan hakları quruluşları tərəfindən 300'ün üzerinde insanın ve protestocuların yaşamlarını bitirdiği bildirilir. Binlerce yaralı var ve aynı zamanda 14.000, en az 14.000 tutuklanma söz konusudur çeşitli şehirlerde. Geçen hafta, yani bugün ayın 14'ü olduğuna göre 7'sinde, Aban ayının 7'sinde çok apar toplar hızlı bir şekilde sürətlə İran'ın məşhur necə deyirlər, rəhmsiz, acımasız ve bütün necə deyirlər, mənfi ve negatif ləqəblərə ve sözlərə müstəhəq olan qazisi, Sələvatı adında qazi tərəfindən bir məhkəmə təşkil olunub və bu məhkəmədə bir neçə bu protestoculardan, etirazçılardan tutuklanıblar və bu məhkəmədə mühakim olublar. Bu mühakimələrdə ki, bir-iki cələsə, ən çox bir-iki cələsə devam edibdi. Adları da müşəxəsdir. İnternetdə baxa bilərsiniz. 9'a yaxın protestocunun edama məhkum olma təhlükəsi və xətəri vardır. Əlbəttə bu başlanğıcdır və bundan sonra da olacaqdır. Bilirsiniz, bir Türk əsilli bir cavan oğlan 16 yaşında da Tehranda tutuklanıbdır ve edama məhkum olunubdur ve bu bir bəsicini öldürməklə hədələnir, onu bıçaqlamaqla hədələnir. Bu iki məsələni, bunun ardından iki məsələni sizin huzurunuza çatdırmaq istərdim. Birincisi, bilirsiniz, İran İslam rejimi hər dönemdə, hər zaman bir qədər olduğu kimi 40 illik ömründə insanları qorxutmaq için, insanları necə deyirlər, hər hansı bir etirazdan, hər hansı bir protestodan yayındırmaq için, evlərində oturtmaq için bu yöntemlərə əl vurublar. Dönəm qaçaqçı adı ilə, bilməm, çeşitli uyuşturucu, məvadlı müxəddir qaçaqçısı adı ilə bir çox insana edam ediblər. Bilirsiniz, məsələn, Təbrizdə 1375-ci ildə, Fərvərdin ayının 31'ində Təbriz millət vəkili olan birinin millət vəkili adayının üstünə, adının üstünə xət çəkib və eyni zamanda milletin etirazını önləmək için bir neçə insanı Təbrizdə məvadlı müxəddir qaçaqçısı adı ilə edam elədilər. Bu İranın hər yerində olubdur.
və indi də olunur. Ancaq o zamanki, o dönəmdəki yöntəm buydu ki, doğrudan və direkt olaraq siyasi ad qoymadan başqa adlarla edam edirdilər və ya başqa yöntemlərlə əgər qərar edir ki, bu adam öldürülsün və fiziki olaraq həsb olsun, onu o şəkildə həsb edirdilər. Ancaq indi görürsünüz, 40 il geçdikdən sonra Yunanistan Cumhuriyyətinin, bu rejimin vəziyyəti elə bir şəkildə olubdur ki, doğrudan, məsələn, ifsad-ı fil ərz və ya müharibə və ya səbb-ül nəbi və ya çeşitli edam hökmü gərəkdirən Yunanistan rejiminin müstəhsəl olmasını, çarəsiz qalmasının ən böyük nişanəsidir. Burada oturmamaq lazımdır və bu etirazları qabağa aparmaq lazımdır və ardını tutmaq lazımdır. Ancaq burada eşikdə olan, ölkənin eşiyində olan vətəndaşların üzərinə çox böyük vəzifələr düşür. Hər hansı ölkədəsiniz, dəyərli dostlar, dəyərli arkadaşlar, hər hansı ölkədəsiniz, lütfən və lütfən sağınıza, solunuza baxmadan, dostlarınıza baxmadan o elər olsun, mən eləməsəm də olur, mən otursam da olur, bir başqası var, eləyəcəkdir. Bu məsələləri lütfən bir kənara bıraxın. Özünüzsüz və özünüz bir səfə yazın, bir səfədə, iki səfədə, yarım səfədə, bir paragrafda yazın ancaq bunu məktub edin, altını imzalayın və olduğunuz ölkədə, olduğunuz şəhərdə heç fərqi yoxdur. Hər hansı bir insan haqları örgütü, təşkilatı, qurumu, sazmanı nə varsa ora götürün, bir gün, 2 gün işinizdən fərağət edin. Görürsünüz, o insanlar orada bütün həyatlarını və canlarını borçlarında tutublar, bunu da mücadilə edirlər. Bu da bizim vəzifəmizdir bu eşikdə, bu işi görək. Bir-iki səfədə yazın, onların adlarını, o təhlükəni, o xətəri yazın və onlara götürün, onlara təslim edin, həm kətbi olaraq, həm şəfahi olaraq onlara bildirin. O insan haqları konusunda çalışan qruplara, çeşitli qruplar var bu konuda. Siz də yaxşı bilirsiniz, biz də kanalımızdan bunları paylaşacağıq. O qruplara, o örgütlərə, o qurumlara müraciət edin və bu xətəri, bu təhlükəni onlara bildirin ki, ən azından uluslararası bir fişar, uluslararası bir kamuoyu oluşsun və bu cavanlar, bu gənclər İranda edam olmasın və canları təhlükədən, edam təhlükəsindən qurtulsun. Ən azından bunu edə bilərik. Yəni bir, necə deyirlər, yığışaq 100 nəfər, 50 nəfər olsun, o da olsun, sıxıntı yox. Ancaq lütfən hər biriniz bir yazın və müraciət edin və necə deyirlər, bu qurumların qapısını yerdən çıxarın və bir kamuoyu oluşturun. Lütfən hər yerdəsiniz, dünyanın hər yerindəsiniz, Avropasında, Amerikasında, Kanadasında, Türkiyəsində, Azərbaycanında, hər yerində, uzaq doğusunda fərq eləmir. Lütfən bu işi görün, ən azından bu gənclər edam təhlükəsindən qurtulsunlar. Və Yunanistan Cumhuriyyəti bu tip edam hökmləri, bu tip ağır hökmləri artıq verməyə cürət və cəsarəti olmasın və içəridəki dostlarımız da, içəridəki insanlar da, protestozlar da, xalqımız da qorxmasınlar, görsünlər ki, eşikdə dostları var, eşikdə yurttaşları var ki, edə bilirlər, eşikdə bir gözəl kamuoyu oluştursunlar və bu məsələlərin qabağını alsınlar. Çox sağ olun. Qısa bir video oldu. Fərqindəyəm, ancaq yenə də çeşitli mövzularda hər gün söhbət eləməyə və danışmağa birbirimizlə düşüncə alış-verişinə davam edəcəyik. Çox sağ olun.
Özünüzə yaxşı baxın. Sağ